Çox mükəmməl bir şərhi var. Nə şərhi və nə ilə bağlıdır? Əlbəttə indi dinləyəcəksiniz. Əliyev rejimi heçliyin ifadəsini də bir təsərrüfat halına gətirərək milyonları necə dəbbələyir? Söhbət bu yöndə gedəcək. Çingiz bəyin təsvirini dinləyin. Mühacirətdə olan həmkarımız Fikrət Hüseynli yazır. Medianın İnkişafı Agentliyi dövlət büdcəsindən ayrılan pulla Bakıda İctimai Proseslər Media Müstəvisində adlı tədbir keçirir. 40-dan çox müstəqil jurnalistin həbs olunduğu ölkədə bu agentliyin icraçı direktoru Əhməd İsmayılovun səsini çıxartmamasını qoyuram kənara. Bu toplantıda çəkilən şəklə diqqət edin. Arxa sıralarla işim yoxdur. Ön sırada belə hər kəs öz dünyasında, alverində, ticarətindədir. Əhməd İsmayılova qulaq asan yoxdur. Yəni, dövlətin pulu dəniz yeməyən donuz misalındakı kimidir Azərbaycanda durum. Doğru, əlavəm də var. Stimulakr sözü latınca stimulacrum oxşarlıq, surət, kopya sözündən götürülərək postmodern fəlsəfənin əsas termini olub, əslində mövcud olmayan bir şeyin təsviri, surəti mənasını verir. Bugün stimulakr anlayışı orijinal modelin yalnız formasını köçürən, mahiyyətindən isə çox vaxt uzaq olan saxta ədəbi mədəni yaradıcılıq, saxta ictimai və siyasi fəaliyyət kimi anlaşılır. Stimulakr hər hansı bir şeyə, hala, prosesə və mənaya aid ola bilər. Məsələn, şəklini gördüyünüz bu tədbir əsl və real media ilə bağlı tədbir yox, tədbirin stimulakrıdır. Quş qoymaq, gözə kül üfürmək və pul silmək üçün həyata keçirilir. Bu stimulakrda iştirak edənlərin mütləq çoxu müstəqil jurnalist yox, müstəqil jurnalist simulakrlarıdır. Şəkildə gördüyünüz acınacaqlı mənzərə bunu açıq-aydın göstərir. Nə ictimai proseslər, nə də onların media müstəvisində əksi birinci sırada oturanların vecinə deyil, elə sonraki sıraların da gör axırıncı sırada oturanlar neyniyir. Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov da təşkilatın rəhbəri kimi canlı simulakrdır. Çünki o, MİA direktoru ola-ola medianı inkişaf elətdirmir. Anasını ağladır, atasını yandırır. Ya anlamaqdan, ya da çox ehtimal əla anlayır, ağıllı adamdır. Amma vətəndaşlıq şuuru bu qədərdir. Hamı yiyirsə, niyə mən yiyemiyim fəlsəfəsi və əxlaqıyla. Axı elə MİA və həmin vəzifəni icra edən qurumların birgə səyləri ilə ölkədə müstəqil və obyektiv media qalmayıb. Ölkədə tələbat və münbit zəmin var deyə dövlət qurumları, ictimai təşkilat və adam simulakrların sayı sürətlə artır. Hüseyin Cavidin ölümdən öncəki rəqsi adlı yazım bu problemə həsr olunmuşdu. Təəssüf ki, bizim ölkə və dövlət özü simulakrlarla dolu olan bir ölkə, hətta simulakr dövlət olub. Nə üçün belə deyirəm? Bizdə seçki yoxdur. Mərkəzi Seçki Komissiyası və seçki simulakrı var. Polis və məhkəmə yoxdur. Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi simulakrı var. Sosial Müdafiə və Nazirliyi yoxdur. Parlament yoxdur. Milli Məclis və Sosial Müdafiə Nazirliyinin simulakrı var. Deputat yoxdur. Simulakrı var. Məzahir Pənahov adlı adam ölkənin milyonlarla insanından biridir. Şəxsi həyatda oğlunun gəlinini döyməsi ilə bağlı qalmaqaldan Amerikadakı villa xəbərinin mətbuatda yayılmasından narahatlıq keçirir, amma Mərkəzi Seçki Komissiyasının sədri kimi Məzahir Pənahov simulakrdır. O, vəzifə icra edən və buna görə maaş alan məmur deyil, məlum və çirkin əməllərinə görə maaşından 100.000 və ya 1 milyon dəfə artıq pul alan canlı və varlı simulakrdır. Rəhmətlik dostum İsaxan Aşurov demişkən, porsuk oyunu oynayır. Azərbaycan Respublikasının Milli Məclisi və onun sədri sahibə xanım Qafarova da eləcə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkili Ombudsman Səbinə Əliyeva da onun həyat yoldaşı Molotov katleti ayamalı Siyavuş Novruzov, bütün nazirlər və komitə sədrləri də eləcə canlı və varlı simulakrlardır. Bu adamların kürsülərə çıxıb ciddi yalan danışmasına baxın, hər şeyi gözəlcə görəcək və anlayacaqsınız. Nağıllarıyla insanların beynində xəyali və gözəl virtual ölkə simulakr yaratmağa çalışan AzTV, Real TV və onların rəhbərləri də
simulakırlardır. Vəzifəli simulakr siyahısını özünüz istənilən qədər davam edə bilərsiniz. Sonda isə Media İnkişaf Agentliyinin MİA'nın əvvəlki adını və direktorunun karyerasını əziz oxucuların, dinləyicilərin yadına salmaq istərdim. MİA'nın əvvəlki adı Azərbaycan Respublikasının prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondu olub, onun icraçı direktoru isə qalmaqaldan sonra Azərbaycanda yaxşı tanınan Vüqar Səfərli olub. Vüqar müəllim bu quruma 2009-2020-ci illərdə, yəni 11 il rəhbərlik edib və görünür, bu vəzifədə məhsuldar fəaliyyəti prezident tərəfindən yüksək qiymətləndirilib, vəzifədə işləmək müddəti uzadılıb, vətənə xidmətə görə ordeni ilə təltif edilib, ənamlar alıb, amma təltifdən 5 il sonra Kivə Dəstək Fondunun direktoru nədənsə prezidentin qəzəbinə gəlib və tutulub. Simulakr prokurorluq Vüqar Səfərovu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə, cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini legallaşdırma, ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui istifadə etmə, satın alma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə və vəzifə saxtakarlığı kimi ağır maddələrlə ittiham edib, simulakr məhkəmə isə onu azadlıqdan məhrum edib. Həbs cəzası simulakr xəyali zad deyil, əsl cəzadır. Özünüz düşünün, vətənə xidmət ara, belə ağır maddələr ara, başqa tərəfdən həyatı və ziddiyyətləri absurd teatrını xatırladan zavallı məmləkətimdə indi külli miqdarda ziyan vurma, mənimsəmə, israf etmə, cinayətlə əldə edilən pulu legallaşdırma, ağır nəticəli mühüm zərər vurma elə vətənə xidmətin ən yaxşı forması sayılır. İnanmırsınızsa, vətənimiz Azərbaycanı qarət eləyən, talayan, ermənilərlə döyüşən Tofiq Yaqubluya və vətəni talayan, ziyan vuranların həyatına və dolanışığına baxın. Bu şərtlə ki, talançı və ziyanəvərlər uğurladıqlarının dolyasını vaxtında yuxarı ötürürlər. Vüqar Səfərlinin bəxti gətirməyib, haqqı ötürməyib, ya gecikdirib, ya başqa nədirsə indiyəcən həbsdədir və təqsiri olmadığını deyir. Azərbaycan Respublikasının prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun adı isə elə Vüqar Səfərli tutulanda dəyişdirilib, qısaldılıb, Media İnkişaf Agentliyi oldu, MİA oldu. Bunların hamısı uzun əhvalat və ayrıca söhbətin mövzusudur. Mən isə bu söhbəti ona görə açdım ki, qabusnamədə 1000 il əvvəl yazılan ulu bir həqiqəti özünü görməzliyə, eşitməzliyə vuraraq sanki kar, kör, lal olan, Bursaya xidmətlə varlanmaq istəyən simulakr adamların və dəyərli oxucularımın yadına salım. Şah xidmətində kökəlib piylənmisənsə, bil ki, şah bir gün səni kəsib yemək üçün belə kökəldi.